Sumqayıt şəhər İcra Hakimiyyəti və 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən şəhərin 76-cı məhəlləsində yerləşən Murad Aqroquşçuluq təsərrüfatında monitorinq keçirilib. Araşdırma ərazi sakinlərinin müraciətləri və ətraf mühitə mümkün təsirlərlə bağlı daxil olan məlumatlar əsasında həyata keçirilib. Monitorinq zamanı təsərrüfatın fəaliyyət prosesi, istehsalat sahəsində istifadə olunan avadanlıqlar və atmosferə buraxılan tullantılar yerində yoxlanılıb. Xüsusilə əraziyə yayılan tüstü ilə bağlı məsələ diqqət mərkəzində olub. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, müşahidə olunan qaz kütləsi tüstü deyil, istehsalat prosesində yaranan buxardır. Sizə izahat verim ki, burada, yəni həmən çöl tərəfdən ki görünən buxar ki var, onu bir belə deyək, kondensat formasına sala bilməməyimdəndir. Orada bir çən olmalıdır ki, buxarı tutsun. Həmən buxar bu peçləri qızdırmaqdan ötürədir, peçlərin içindəki məhsulu pişirməkdən ötürədir. Və o peçdən çıxan buxar ki, çöldə nizamlana bilmədiyi üçün o şərait yaralıb. İnşallah ki, bir mühəndis briqadasına müraciət edib, o buxarın bir çənə yığılması və belə deyək də, kondensat alına keçməsi üçün qısa bir müddətdə yəqin ki, üstündə çalışıb yerinə yetirər. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Ərşad Qurbanov məsələ ilə bağlı məlumat verərək bildirib ki, ilkin vizual təəssürata baxmayaraq, aparılan baxış və qiymətləndirmə nəticəsində ətrafa yayılanın tüstü deyil, texnoloji proses nəticəsində formalaşan su buxarı olduğu müəyyənləşdirilib. Aşkar edilən nöqsanlarla əlaqədar olaraq sexin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Müəssisə rəhbərliyinin mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq müddət verilib və qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi tapşırılıb. Bildirilib ki, qeyd olunan nöqsanlar tam aradan qaldırıldıqdan və təkrar monitorinq aparıldıqdan sonra sexin fəaliyyətin bərpasına icazə verilə bilər. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.